Keçsəm, mənfidən. Bu gün sizə birlikdə taklarımı incəlik videosu çəkəcəm. Ən başdan onu deyim ki, biraz çoxdur, video biraz uzun ola bilər, amma yenə də videoya keçək. Ən birinci bu səhra ilə başlayacağım. Bunu bir ara viral deyənə mən də hansısa bir aksesuar mağazasından almışdım. Səhv eləmirəmsə 4 manat almışdım. Video boyunca nə qədər gold takı görə bilərsiniz, yəni həqiqətən mənim qulağımda da bu dəqiq oldu. Bu 2 dənə sırğa, bir dənə də belə qolumda olanlar var. Nəysə. Burada belə gördüyünüz kimi sep asmaq üçün yerlər var. Burada normalda bilmirəm sırğa desən qoyuram, mən sep qoyuram burada, sırğa da qoyuram. Buralarda isə sırğalar düzürəm. Çünki dəhşət üzüyü taxmağı heç sevməyən insanım, yəni. Üzüyü belə narahat hiss etdirir mənə həqiqətən. Yəni hətta evdə 2 dənə üzüyüm var. Desəm inan bilərsiniz. Bir ikisi də hədiyyədir bu arada. İndi buradakı sepi göstərmək üçün başlayacağım. Kəpənəli belə bir sepdir. Bu hədiyyə də acümə sinif olaşım hədiyyə eləmişdi. Nəzrin adlı qız. Bu çox qəşəng, xoşum gəlir bu belə seplərdən. Yəni indi hardan aldığımı falan da deyəcəm. Bəzən bildiklərimi, bilmədiklərimi deyəməyəcəm. Sonra bir dənə sepimiz var, yeni kəpənəli. Bu da hədiyyədir. Bunu Məryəm hədiyyə edibdir. Beləncə. Bir dəqiqə. Bu da çox qəşəngdir həqiqətən. Bunu da çox sevirəm. Sonra o ikisini də kəpənələrin ikisini də acımla hədiyyə ediblər. Yəni ikisini mix, yəni həqiqətən hər yeri ikisini bir yerdə tapıram. Sonra Temu'dan aldığım ulduzlu sepmiyə hamı bilir məncə. Bir dəqiqə onu belə odaqlasın. Bunu 3 manat almışdım. 3 manat isə qəpiyə. Belə bunu Temu'dan almışdım, amma linkini bilmirəm. Çünki Temu ilk viral olduğu vaxtlarda mən bunu almışdım. Sonradan yəni heç vaxt tapa bilmədim. Neçə nəfər istədi atmağı, amma tapa bilmədim. Sonra keçək buradakı bölmələrə. Bunu atam illər əvvəl, yəni sırğam düşdü. Bunu atam illər əvvəl hədiyyə eləmişdi. Bəyə mələk, kəpənək, mələk qız deyək daha doğrusu biz. Elə bir sepdir. Sonra yerə düşən sırğanı tam göstərəcəm. O birisini sonra yerdən göstərəm. Belə bir sırğa. Bunun sepi də var, bilərciyi də var. Bilərciyi qolunda da göstərəcəm sizə. Baxın burada belə. Hopingindir bu da. Sumqayıt Daşadan almışdım bunu. Sonra yəni atam almışdı daha doğrusu. Sonra bizim demək olar ki, çox aksesuarımızı mən atama atıram. Deyirəm ata bax bunu alarsan gələndə falan deyirəm. Atam onu alır, gətirir evə. Sonra halqa sırğa çox dəhşət var, göstərəcəm birazdan. Halqa sırğa var, bu da hopingindir. Sonra xı sepim var. Bir yəni bu bacımındır. Xədicədir bacımın adı bu arada. Bu bacımın işidir. Mənimki də fıdır, yəni bunu da bilirsiniz. Bunu da 800 manat almışdıq. Birini Sumqayıt Daşadan almışdıq bunda. Sonra Hopingin belə bir sırğası var qaşlı. Bunun tayı qulağımdadır. Ona görə belə qoymuşam. Sonra belə bir sırğamız var. Bu da Hopingindir. Sonra kəpənəli belə bir sırğamız var. İnanmayacaqsınız amma bu da Hopingindir. Yuxarıdan Məryəm yazır. Sonra buradakı sırğalarımızı heç çıxarmadan bir sırayəsi göstər-göstər gedəcəm addım-addım. Bunlar 3 və 4-lü belə qaş sırğalardır. Bunlar hardan aldığım haqqında heç birinin məlumatım yoxdur. Buradakıların bu üçünü də dostum rəhbər eləmişdi. Belə kompleks dəstidir o. İşlətdiklərimi bura qoymuşam. Sonra belə bir çəhrayı qaşlı Hopingin sırğası var. Bu da Sumqayıt Daşadandır. Sonra bu var. Bunu bazarda bir mağazadan almışdım. Hopingindir. Hopingin sponsor oldum. Amma hamısını özüm almışım. Yəni reklam deyil. Sonra belə bir sırğam var. Bunu atam hədiyyə eləmişdi. Buradakı nədir görək? Hə, bu da bilirsiniz nədir? Belə sıxlı aylarda qaşlı. İndi sizə göstərməyə çalışacağım onları. Bu bildiniz. Bu qulağımdakı bu sırğa var ha halqa. Onun içindəydi amma mən onu çıxarmışam. Belə. Bunlar bitdi. Bu çəhraylar bitdi. İndi keçək yəni burada bir sinə qədər şey var. Bir də çox ağırdır bu. Birinci katı göstərim belə. Buradan başlayırıq. Halqa sırğalarımızla başlayacağım. Belə bir halqa sırğam var, yekə. Sonra yerinə qoyacağım çıxartdıqda. Sonra orta boy halqa sırğam. Bir ədəd yenə orta boy halqa sırğam. Amma eyni boyda deyil. Yəni biri daha böyük, biri daha kiçikdir belə. Sonra belə bir Hoping halqa sırğası var. Bu çox qəşəngdir rəngi falan. Sonra gümüş çox sevmirəm. Amma bir ara gümüş taxırdım. Yəni onun üçün belə halqa sırğa. Sonra yine 2 ədəd belə halqa sırğa. Prosto buna biraz daha balaca. Ay dəqiqə. Bunlar daha balacadır belə. Sonra vişnəli sırğam var. Bunu Ayan hədiyyə eləmişdi. Belə göstərim. Bunlar da çox qəşəngdir. Prosto hər iki kombiniyəcək yer tapmamışam. Sonra bir də Hopingin belə bir sırğası var idi. Belə ağ rəngli qaş. Onun bu formalı rəngisi. Sonra mini belə halqa sırğa.
Bunlar Temudan bulmuş. Bunlar var ha, bu yekədir, orta boydu falan. Onların Temudan sipariş vermişdim. 3 manata getdi belə, amma rəngi getdi. Üstünə lak vurun ki, getməsin. Sonra belə bir çıxlar, amma bunu almışdım. Qutumuda. Bir də belə bir üzüyüm var. Bunda Pink Touch'dan almışdım. Belə. Aslında görmüşdüm, almışdım. Bəli, sırqalarım burada gold olan sırqalar qutardı. Sonra bir dənə gümüş oranizə qatıbsa artıq. Sonra keçsiniz setlərə. İndi bunların çoxunu mən düzəltmişəm. Çünki mıncıqlardan. Yəni bunların heç birini almamışam. Çoxunu özüm düzəltmişəm. İnci belə bir setim var. Belə zincirli başlı. Bunu özüm düzəltmişəm. Sonra yarı incili olan belənsi set var. Bunu mən eləmişəm. Arxasına zincirlə. Sonra belə bir ortasında ağac olan zincirli yenə bir belə bu formalı bir set var. Bunu da mən eləmişəm. Sonra mavi temalı bir setim var. Onu da mən eləmişəm. Bacım idi, gəlmişdi 2 dəqiqəlik. Sonra bu mavi temalı, bunun da arxası zincirli belə. Əlimə doldurmuşam. Sonra vişnəli var. Bunun çox qəşəng bir əziyyətindən ölmüşdüm həqiqətən. Yəni belə vişnəli setim var. Bunu da mən eləmişəm. Sonra gold zincirli belə bir setim var. Onu da mən eləmişəm. Sonra sadə belə qum mıncıqlardan hörülmüş belə bir setim var. Bunu da sırf gold taklarına taxmağa eləmişəm. Bu da yadımdan çıxıb, bunu atıram bura, yadıma düşsün taxım deyə. Sonra dayımın mənə hədiyyəsi olan belə bir setim var. Almışdıq mağazadan bir yerdə, hansısa yadımda tam deyil. Sonra bir dənə dostum Səbirənin mənə belə hədiyyə elədiyi sep var. Burası bu gümüşdür. Mən gümüş çox sevməm, amma taklarımın içine qoyuram. Sonra bir dəqiqə Qutumudan aldığım belə bir çox mənası. Bunu özüm evdə eləyə bilərdim həqiqətən. Sadəcə ortasına şeyə görə aldım. Mirvari ad dostum vardı. Onunla bir yerə gedəndə almışdıq. Bunu çox sevirəm. Sonra ortalarında zincir olan qaş olan Pandora qaş deyirlər də, hə, ondan özüm toxumuşam belə bir sep. Çox da taxmıram bu arada, inanırsınızdan heç birini demək olar. Sonra ürəkli belə bir sepim var. Bunu özüm eləmişəm. Və bitdi. Bir də bu var. Bu da doğal daşdır, amma bunun qarı ipi çox köhnəlmişdi və çıxartdım onu. Bunlar mənim elədiklərim idi. Bir bayağı çox eləmişəm. Hələ çox idi. Xalam qızına zada hədiyyə eləyə bu qədər azalır. İndi buradakı qat var. Burada gümüşlərdir. İndi ora keçdik. Belə bir 2 dənə sırqam var. Bunu çox xoşlanmışdım. Amma inan bunu kombinəcək heç bir şey yoxdur. Sonra belə bunun da tayı var. Burası taylarını tapmağa üşənirəm. Sonra belə pomada. Bunun indi dəstini göstərəcəm sizə. Bunun marojan formalısı da var. Burası onun xalam qızına hədiyyə elədim. Belə. Sonra bu bilmirəm nəyin logosudur. Belə sırqa var. Gümüş resmini taxmam bu arada. Sonra gül var belə. Onun hamısının tayı var, amma heç birini göstərməyə bir tapmağa üşənirəm biraz. Sonra bunun sepi vardı. Bunu Qutumudan almışdım. Yol düşmüşdü deyə. Sonra Acümə hədiyyə belə bir. Burasının arxası gold kimi bir şeydir. Yəni bunu taxıram. Bunu xoşum gəlir. Sonra gümüş sırqa göstərdim sizə belə. Bundan var. Bunun üzüyü də vardı. Sonra üzüyünü göstərmək yanında bir dəqiqə. Amma taxmıram, nəyə anlayayım. Belə. Amma taxmıram. Sonra belə bir sep ortası klonu var. Qutumudan almışdım. Sonra kəpənəkli var. Bunu Sədərəkdən hansı bir muzluq satan mağazadan almışdım. Ki bəlkə hasansı setmək işlədərəm. Sonra gümüş sırğam elə bu qədər idi. İndi keçək bilərziklərə. Burada gördüyünüz kimi əlsəyəm. Pandora bilərziyim var. Bir ara dəbili deyə gedib aldırmışdım. Yəni bir dənə bu mıncıq orijinaldır. Qalan o bu üçü full, yəni bilərziyi və 2 dənə belə, bir dənəsi belə ürəkli, bir dənəsi də kəpənəkli qaşlıdır. İndi tam onu göstərməyə çalışacağam. Belə. Orijinaldır. Qalan o birisi orijinal deyil. Sonra belə bir bilərziyim var. Bu hədiyyə idi. Sonra belə bir bilərziyi eləmişdim. Sonra belə bir bilərziyim var. Sonra özümün toxuduğu bir dənə belə kəpənəkli bilərziyik var. Neysə. Çox da bazaranmamışam onu, nə yalan deyim. Sonra özümün toxuduğu yenə bir bilərzik. Bu arada bunun bir ara mən eləyib satırdım. Həqiqətən bunu 5 nəfər falan almışdı. Belə. Sonra bir dənə qırılıb özüm mıncıqlarla yığdığım belə bir bilərziyim var. Bu normalde ipin üstüne düzülmüşdü. Mən bunu qırdım və rezent dizdim.
Və bu qədərdir bilərziklərimizdə. İndi sizə gümüş seklərimi göstərəcəm. İndi gümüş seklərimi göstərəcəm sizə. Buna asıram deyənə ona görə qarışmasınlar deyə da qarışıblar, yəni nə bilim yəni. İndi bir dənə belə bir Pandora sepim var. Bunun dəst üzüyü də var belə. Atam onu 14 yaşında almışdı hədiyyə olaraq. Sonra belə bir ay üstünə belə qarış. Bunu Qutmutdan almışdım. Sonra arxasında Fidan Acunbayaq yazılı olan pandalı sepim var. Və ulduzlu belə bir, bu bacımın belə bir sep var. Bunlar idi. Goldlardan son qalan belə bir ortasına klon olan belə bir sepim var. Bir də mənim gold saatım var. Belə bu markandır. Duren oxunuş elədi yəqin. Bu marka, bu hədiyyə idi 8 martda. Amma bu mənim qoluma indi taxacam və şok olasınız. Yəni həqiqətən çox düşür. Nəysə olsun. Anam taxır, mən taxmıram. Taklarım bu qədər idi. Yəni bunun bir dənə də 4 buzaq forması var, o bacımınkidir. Ümid edirəm video xoşunuza gələr. Yəni bayağı bir takım var idi. Başqa videolarda və vloglarda görüşmək üzrə. Öpdüm, bay bay.